2005-ci ildən fəaliyyətə başlayan Gənclik klubu ölkə miqyasında keçirilən həvəskarlar arasında müxtəlif turnirlərdə fəal iştirakı ilə diqqət çəkib. Bir neçə ildir region liqasında mübarizə aparan paytaxt təmsilçisi bu mövsüm tarixində ilk dəfə play-offlara yüksəlməyi hədəfləyir. Region liqasının C qrupunda çıxış edən Gənclik komandası yoluna məğlubiyyətsiz davam edir. Onlar keçirdikləri 3 görüşün birində qələbə qazanıblarsa, digər maçda meydandan bir xalla ayrılıblar. Aktivində 5 xal olan Gənclik klubu 7 komandalı C qrupunda 3-cü pillədə qərarlaşıb. Bu mövsüm heyətin optimal formada olduğunu söyləyən klubun oyuncu baş məşqçisi Rauf Abutalıbov kollektivin ilk 3 oyununu dəyərləndirib. Deməli, ikinci turda 2-0 uduzurduq. 3-3 bitdi oyun, hansı ki biz çevirdik oyunu. Eyni ilə son oyunda bizim qrupun iddialı komandası olan Xudata qarşı səfərdə 2-0 yenə də birinci hissəni uduzurduq, amma 2-2-yə çevirə bildik onu. Bunları nəzərə alaraq deyə bilərəm ki, komandada qələbə və döyüşmə ruhu var, hansı ki mən görəndə mənə kifayət eləyir. Yəni nəticədən çox istək varsa, deməli potensial da olacaq və nəticə də gələcək. Komandanın heyətindən söz açan Gəncliyin məşqçisi Xəqani Qəniyev gələcək oyunlarla bağlı hədəflərindən bəhs edib. Komanda oyuncularını sosial şəbəkə vasitəsilə və tanışlıqla yoxlanış oyunlarına çağırıb yaxşı oyuncuları komandada saxlamışıq. Əcnəbi oyuncularımız da var. Onlar neçə ildir artıq Bakıda yaşayırlar. Ev səfər oyunu yoxdur. 3 səfər, 3 ev oyunudur. Düzdür 6 oyundur və bütün oyunlara biz final kimi baxırıq. Burada daha çox əzmkarlıq göstərmək lazımdır. 3 görüşə biz bütün heyətlə ancaq qələbə ilə oyunu bitirmək istəyirik. Qeyd edək ki, region liqasında qruplarını ilk 2 sırada tamamlayan kollektivlər play-offa yüksələcək. Çempionata may ayının sonlarında yekun vurulacaq.